Hacıqabul rayonunda Ramazan ayının mənəvi dəyərlərinə uyğun nümunəvi addım atılıb. Hacıqabul rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətamov tərəfindən Hacıqabulda yerləşən Qədirxum restoranında iftar süfrəsi təşkil olunub. Bu iftar süfrəsində şəhid anaları, qazilər və şəhid övladları iştirak ediblər. Ən diqqət çəkən məqam isə odur ki, Sevindik müəllim şəhid analarının bir çoxsunun qapısına şəxsən gedərək onları iftar süfrəsinə özü dəvət edib. Bu sadəcə bir iftar süfrəsi deyil, həm də şəhid ailələrinə göstərilən böyük ehtiram və diqqətin nümunəsidir. Hacıqabul sakinlərinin sözlərinə görə rayon rəhbəri hər zaman insanların yanında olur. Rayonda ehtiyaclı ailə olduqda dərhal göstəriş verilir ki, həmin ailəyə kömək göstərilsin, ərzaq və digər zəruri yardımlar təmin olunsun. Belə rəhbərlər göstərir ki, vətənimizdə xalqını düşünən şəhid ailələrini və qazilərə daim diqqət göstərən vətən oğlu var. Sizinlə mən Nüsrət Sakitoğlu, Press Xəbər. Affeder günahı Allahum Allah, alemin padişahı Allahum Allah, yüreklerin fena